Ağlınız və vaxtınız xeyir. Aynesin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 13-cü oyunundayıq. Əziz abituriyentlər, əgər siz Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıcı vasitəsilə layihəmizin prodüseri Nazim Xəliloğlu ilə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz Aynesə. Aynesin özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmə hüququ qazanırsınız. Nəzərinizə çatdırım ki, tədris ilinin sonunda yarım final və final oyunumuz olacaq və final oyununda qalib gələn iştirakçımızı sürpriz hədiyyəmiz gözləyir. Bugün də 9 iştirakçım var və bu 9 iştirakçım bir-biri ilə ağıl, bilik, savad yarışına çıxacaqlar. Lakin sonunda bir nəfər qalib olaraq adını yarım finala yazdıracaq. İştirakçılarımızla ayrı-ayrılıqda tanış olaq. Həmidə xanım Hüseynova, Quba şəhəri Texniki Təmayüllü Lisey. İkinci ixtisas qrupu üzrə Bakı Dövlət Universitetini hazırlaşır. Turizm sahəsinə böyük marağı var. Boş vaxtlarında ölkələr haqqında maraqlanır. Həmidə xanımın ən sevdiyi ölkə Fransa və Niderlanddır. Yol əhvalatı filmini digərlərindən daha çox xoşlayır. Fizikanı ümumiyyətlə sevmir. Suat Süleymanlı, Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi. İkinci ixtisas qrupu üzrə Ada Universitetini hazırlaşır. Boş vaxtlarında futbol oynayır. Sevdiyi komanda Qarabağdır. Suat kimyanı heç sevmir. Ən çox baxdığı film Şərikli Çörək filmidir. Pərviz Qaralov, Bakı şəhəri 112 sayılı orta məktəb. İkinci ixtisas qrupu üzrə Ada Universitetini hazırlaşır. Boş vaxtlarında kitab oxuyan Həsən musiqi dinləməyi də sevir. Rap və rock janrlarını daha çox dinləyir. Arada hekayə yazır. Kimya ilə ümumiyyətlə maraqlanmır. Ramin Mehdiyev, Bakı şəhəri 149 sayılı tam orta məktəb. Üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetini hazırlaşır. Boş vaxtlarında kitab oxuyur. Raminin ən sevdiyi şair Mikail Müşfiqdir. Ədəbiyyatı sevsə də fizika barədə bunu demək olmaz. Bəxtiyar Əlizadə, Bakı şəhəri Zərifə Əliyev adına lisey. Üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hazırlaşır. Bəxtiyar boş vaxtlarında şahmat oynayır. Ən çox sevdiyi şahmatçı Teymur Rəcəbovdur. Sevdiyi fən tarix, tarixi şəxsiyyət isə Adolf Hitlerdir. Nəzrin Cəfiyeva, Beyləqan rayonu 2 sayılı orta məktəb. Birinci ixtisas qrupu üzrə hazırlaşır. Nəzrin boş vaxtlarında bədii əsərlər oxuyur. Sevdiyi ölkə Fransadır. Ədəbiyyatla fizikanı çox sevsə də tarixlə heç arası yoxdur. Həsən Abdullayev, Şəki rayonu Daşüz kənd tam orta məktəbi. Üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetini hazırlaşır. Boş vaxtlarında futbol oynayan Pərvizin sevdiyi komanda Chelsea-dir. Ədəbiyyatla arası yaxşıdır. Mirzə Ələkbər Sabir isə ən xoşladığı ədəbi xadimdir. Hikmət Fərəcov, Saatlı rayonu Nəriman kənd tam orta məktəbi. Üçüncü ixtisas qrupu üzrə Naxçıvan Dövlət Universitetini hazırlaşır. Hikmət boş vaxtlarında kitab oxuyur. Sevdiyi fən tarixdir. Ən çox bəyəndiyi tarixi şəxsiyyət isə Fransisko Frankodur. Nigar Nəcəfli, Bakı şəhəri 73 sayılı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə İqtisad Universitetini hazırlaşır. Boş vaxtlarında bədii əsərlər oxuyan Nigarın sevdiyi yazıcı Mark Levidir. Əhməd Hardadır filminə baxmaqdan doymur. Biologiyanı heç sevmir. Ağıl Dəryasında qalibiyyətə çox inanır. Oyunumuza birinci turla başlayacağıq. Birinci turun qaydaları belədir. Birinci turda 10 sual səsləndirəcəm. Səsləndirdiyim sualların 4 cavab variantı olacaq və düzgün cavabı seçməyiniz üçün sizə müəyyən vaxt verəcəyik. Vaxt bitdikdən sonra qonq səsi eşidəcəksiniz. Qonq səsindən sonra düzgün bildiyiniz variantı yandıra bilərsiniz. Birinci turun 3-cü və 6-cı sualından sonra birinci turdakı nəticələrinizi söyləyəcəm. Birinci turun 9-cu sualı ənənəvi ingilis dili ilə bağlıdır. 10-cu sualımız ənənəvi milli mahnı və musiqilərlə bağlıdır. Birinci turda ən çox suala düz cavab verən 6 iştirakçı ikinci tura keçə biləcək. Diqqətli olun, birinci turun birinci sualı belədir. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Rusiyanın hansı hökümdarı şərq məsələsi adlanan siyasətin əsasını qoydu? İkinci Yekaterina, birinci Pyotr, birinci Nikolay, yoxsa ikinci Nikolay? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun birinci sualına 6 nəfər səhv, 3 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı A. 2. Yekaterina olacaqdı. Çox təəssüf ki, 6 nəfər bu suala səhv cavab verdi. İkinci sualımız da belədir. Yer səthinin kartoqrafik təsvirlərdə neçə dəfə kiçildiyini göstərən kəsr ədədi necə adlanır? Plan, azimut, relyef, yoxsa miqyas? Buyurun, vaxt getdi. Vaxt bitdi.
İkinci sualımız asan sualıydı. İstədik ki, həyəcanınızı biraz sizdən uzaqlaşdıraq. Təbrikə layiq cavab verdiniz. Alqışlar sizin üçündür. Sualımızın düzgün cavab variantı da D. Miqyas idi. Çox sevindirici haldır ki, 9 iştirakçımızın 9'u da düz cavab verdi. Üçüncü suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, birinci turun üçüncü sualından sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. Mirzə Ələkbər Sabirin bu əsəri uşaqlar üçün yazılmayıb. Uşaq və buz, ağacların bəhsi, cütcü, yoxsa Səttərxana? Buyurun, vaxt getdi. Vaxt bitdi. Üçüncü sualımıza 2 nəfər səhv, 7 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı D. Səttərxanadır. Birinci turun üçüncü sualından sonra nəticələriniz belədir. Pərviz, Ramin, Bəxtiyar. Hərənizin 3 xalı var və ilk üçlükdəsiz. Həmidə xanım, Nəzrin, Hikmət, Nigar. Sizin isə hərənizin 2 xalı var. Sıralamanı bu cür davam etdirirsiniz. Suad və Həsən, sizin isə hərənizin 1 xalı var. 8-9-cu yerləri bölüşdürürsünüz. Dördüncü sualımızsa belədir. Elektron şüa borusunda elektronlar katoddan hansı hadisə nəticəsində qopurlar? Elektrolizin, fotoeffektin, elektrolitik dissosiasiyanın, termoelektron emissiyasının. Buyurun, vaxt getdi. Vaxt bitdi. Dördüncü sualımıza 6 nəfər səhv, 3 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı D. Termoelektron emissiyasının olacaqdır. Beşinci sualımızsa belədir. Nisbi sabitlik şəraitində yaşayan növlərdə geniş dəyişkənliyə səbəb olan mutasiyalar yaranarsa nə baş verər? Onlar kənar edilər, növ təzələnər, onlar saxlanılar, yoxsa fenotipi tədricən dəyişər? Buyurun, vaxt getdi. Vaxt bitdi. Beşinci sualımıza 6 nəfər səhv, 3 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı A. Onlar kənar edilir olacaqdır. 6-cı sualımıza keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 6-cı sualdan sonra birinci turdakı ikinci nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. Onu Bakıda keçirilən konfransa dəvət etdilər. Cümləsinin növünü müəyyənləşdirin. Qeyri-müəyyən şəxsli cümlə, ümumi şəxsli cümlə, adlıq cümlə, yoxsa cüt tərkibli cümlə? Buyurun, vaxt getdi. Vaxt bitdi. 6-cı sualımıza 5 nəfər səhv, 4 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı A. Qeyri-müəyyən şəxsli cümlə idi. Təəssüf ki, 5 nəfər sualımızı səhv cavablandırdı. Birinci turun 6-cı sualından sonra ikinci nəticələriniz belədir. Ramin, 6 xalla birincisən, Bəxtiyar və Nəzrin. Sizin hərənizin 4 xalı var. İkinci, üçüncü yeri bölüşdürürsünüz. Həmidə xanım, Pərviz, Hikmət və Nigar. Sizin hərənizin 3 xalı var. Ardıcıllığı bu cür davam etdirirsiniz. Həsən, 2 xalla 8-cisən, Suad, 1 xalla, çox təəssüf ki, sonuncusan. 7-ci sualımızsa belədir. Bunlardan hansı bəndlər şəklindədir? Qitə, müxəmməz, qəsidə, yoxsa qəzəl? Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımıza 8 nəfər düz, 1 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı B. Müxəmməsdir. 8-ci sualımızsa belədir. Biri oksigen olmaqla 2 elementdən ibarət olan mürəkkəb maddələrə nə deyilir? Zülallar, oksidlər, fenollar, yoxsa turşular? Buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımıza 8 nəfər düz, 1 nəfər səhv cavab verib. Sualın düzgün cavab variantı B. Oksidlərdir. 9-cu sualımıza keçməzdən öncə xatırlatmalıyam ki, 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlıdır. İndi biləcəyik kim ingilis dilini bilir, kim bilmir. Sualımız belədir. She is very, nöqtələr, girl. She doesn't like to talk much. Beautiful, healthy, ugly,
yoxsa quiet? Buyurun, vaxt getdi. Vaxt bitdi. 9-cu sualımıza 3 nəfər səhv, 6 nəfər düz cavab verdi. Sualın düzgün cavab variantı D, quiet olacaqdı. 10-cu sualımıza ənənəvi milli mahnı və musiqilərlə bağlı olan suala 5 nəfər düz, 4 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C, Şəfiqə Axundova olacaqdı. Gözlərimin İşığı Sənsən adlanırdı dinlədiyiniz mahnı və siz bu mahnını dəyərli sənətkarlarımız Alim və Fərqanə Qasımovların ifasında dinlədiniz. Birinci turun yekun nəticələri belədir. Ramin 10 xalla birincisən, bu alqışlar sənin üçündür, artıq ikinci turdasan. Bəxtiyar və Nəzrin, sizin hərənizin 8 xalı var, ikinci, üçüncü yeri bölüşdürürsünüz. Siz də artıq ikinci turdasınız, sizi də təbrik eləyirəm. Həmidə xanım 7 xalla dördüncüsən. Sən də artıq ikinci turdasan, səni də təbrik eləyirəm. Pərviz, Həsən, Hikmət, sizin üçünüzün 5 xalı var. Sizin üçünüzdən 2 nəfər ikinci tura keçə biləcək. Suad və Nigar, sizinsə 4 xalınız var, 8-9-cu yerləri bölüşdürürsünüz. Həsən, Pərviz, Hikmət, üçünüz də əlavə sual turundasınız. Üçünüzdən yalnız 2 nəfər ikinci tura keçə biləcək. Əlavə sualımız belədir. Böyük Qafqaz vilayəti Azərbaycanın hansı hissəsini əhatə edir? Şimal, şimal-şərq, şərq, yoxsa qərb? Buyurun, vaxt getdi. Vaxt bitdi. Artıq ikinci tura keçən ilk iştirakçının adı mənə məlumdur. Sualımızın düzgün cavab variantını deməzdən əvvəl o iştirakçının adını çəkmək istəyirəm. Pərviz, söhbət səndən gedirsən, artıq ikinci turdasan, səni təbrik edirəm. Sualın düzgün cavab variantı B, şimal-şərq olacaqdır. Həsən və Hikmət, ikinizdən yalnız bir nəfər ikinci tura keçə biləcək. Əlavə sualımız belədir. Sinir və ürək damar sisteminin fəaliyyətinin pozulması hansı vitamin çatışmazlığı zamanı baş verir? A, B1, D, yoxsa C? Buyurun, vaxt getdi. Vaxt bitdi. İkinci tura keçən ikinci iştirakçımızın da adı mənə bəllidir. Hikmət, təəssüf ki, söhbət səndən getmir. Sualımızın düzgün cavab variantı B, B1 olacaqdır. Həsən, sən artıq ikinci turdasan. Ağıl Dəryasının ən həyəcanlı, ən gərgin turu olan ikinci tura başlayırıq. Burada iştirakçılarımız bir-biri ilə çox gərgin bilik savaşına çıxacaqlar. İkinci tura keçməniz münasibətilə sizi təbrik edirəm. İkinci turun qaydaları belədir. İkinci turda hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində sizə blitz suallar təqdim edəcəm. Kim daha çox suala düz cavab verirsə, üçüncü tura keçmə şansı da o qədər çox olacaq. Adətən iştirakçılarımız ikinci turda həyəcanlanırlar, gərginləşirlər. Amma bunu sizə tövsiyə eləmirəm. Çünki ikinci turda səsləndirdiyim bütün suallar tələbə qəbulu üzrə Dövlət Komissiyasının həmçinin də sizə məktəbdə tədris olunan kitablarda keçdiyiniz fənlərdən salınan suallardır. Yəni biz özümüzdən Amerika, Avropa və s. və ilaxır kəşf etməmişik. Çalışın ki, sualları soyuqqanlı şəkildə dinləyəsiniz, təmkinlə də cavab verəsiniz. Əgər belə etsəz, üçüncü tura keçmə şansınız çox olacaq. Üçüncü tura isə yalnız 3 iştirakçı keçə biləcək. Oyunumuza birinci turda ən çox xal yığan Ramin. Sənlə başlayacaq. Əhvala necədir? Yaxşıdır, sağ olun, siz. Biz də yaxşıyıq. Suallarının düzgün cavabı çox olsa, daha da yaxşı olacaq. Nəçə olmaq istəyirsən? Tərcüməçi. Harada işləmək istəyirsən gələcəkdə? Azərbaycan və yaxud başqa ölkələr də ola bilər. Məktəbdə vəziyyət necədir? Yaxşı. Təmirlidirmi məktəbiniz? O qədər də yox. İstili istəmişdirmi? Bəli. Hazırsansa başlayaq. Başlayaq. Ramin, 1 dəqiqə vaxtın getdi. 4 eyni yumurta əkizinin əmələ gəlməsində neçə qamət iştirak edir? Pas. 2. 1949-cu ilin sentyabrında Almaniya Federativ Respublikasının kansleri kim oldu? Angela Merkel. Konrad Adenauer. Saatın saat əqrəbi 2 dövr etdiyi zaman müddətində dəqiqə əqrəbi neçə dövr edər? 4. 24. Nöqtənin ekvatordan dərəcələrlə ifadə olunan məsafəsi necə adlanır? Median. Coğrafi enlik
Rəsul Rza satirik şeirlərini kimdən təsirlənərək yazıb? Mirzə Ələkbər Sabir. Düzdür. Dilimizdə nitq hissələri neçə növə bölünür? 2. Düzdür. Bizim eramızdan əvvəl 190-cı ildə 3-cü Antioxun hansı döyüşdəki məğlubiyyətindən sonra Atropatena yenidən müstəqil oldu? Pas. Magneziya. Xorvatiyanın paytaxtı hansı şəhərdir? Pas. Zagreb. İngilis dilində hekayə sözü necə səslənir? Story. Düzdür. Əskərlərimiz qəhrəmancasına vuruşur cümləsində zərfin hansı mənada Tərz işlənir? hərəkət. Düzdür. Hansı bəhir tərcümədə axıcı mənasını verir? Həzəc. Münsərih bəhri. Ramin, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sən isə 4-ünə düz cavab verdin. İndi birazdan biləcəyik ki, bu 4 cavab səni 3-cü tura aparacaq, yoxsa yox. Növbəti iştirakçımız Bəxtiyar, sənin əhvalı necədir? Yaxşıyam, sağ olun. Siz necəsiz? Biz də yaxşıyıq. Harada oxumaq istəyirsən? Bakı Dövlət Universitetində. Niyə Bakı Dövlət Universiteti? Təhsilin səviyyəsi daha yüksək olduğuna Digər universitetlərdə təhsilin səviyyəsi aşağıdır. Məncə bəli. Nəçə olmaq istəyirsən? Hüquqşünas. Kimlərin hüququnu qoruyacaqsan hüquqşünas olandan sonra? Hüququ tapdalanmış şəxslərin. Kimlərin hüququ tapdalanır bugün? Hüququ kimin tapdalanır? Məncə öz hüquqlarını bilməyənlərin, hansı ki biraz maddi cəhətdən bəzən elə aşağı olanların hüquqları tapdalanır. Sənin hansı hüququn tapdalanıb indiyənə kimi? Hələ ki tapdalanmaya icazə verməmişəm. Hazırsansa başlayaq. Bəli. Bəxtiyar, bir dəqiqə vaxtın getdi. Yarandığı vaxt Aşur dövlətinin paytaxtı hansı şəhərdir? Neviyə. Düzdür. Anamın kitabı əsərinin müəllifi Səlman kimdir? Quluzadə. Düzdür. Mayeyə batırılmış cismə maye tərəfindən şaqili yuxarı istiqamətdə Pas. təsir edən qüvvə necə adlanır? Arximed qüvvəsi. Çökmüş suxurların maneəsi ilə çayın öz suyunu dənizə çatdırması üçün qollara bölünməsi nəyi yaradır? Deltanı. Sözdəki hecaların sayı nədən asılıdır? Oradakı olan saat səslər miqdarı ilə. Saat səslərin sayından 1983-cü ildə Türkiyədə keçirilən parlament seçkilərində qalib gələn Ana Vətən Partiyasının lideri kim idi? Rəcəb Tayyip Ərdoğan. Turgut Özal. Toronto hansı ölkənin paytaxtıdır? ABŞ. Heç bir. İngilis dilindəki kirayə sözü necə səslənir? Rent. For rent. Bunlardan hansı kif göbələyidir? Mukor yoxsa milçəkqıran? Mukor. Düzdür. Ədəbiyyatşünaslıq altılıq şeirlərə nə deyilir? Müsəddəs. Düzdür. Vahid konstitusiya, qanunverici və icra edici hakimiyyət olan dövlətlərin inzibati ərazi quruluşu necə adlanır? Respublika. Unitar. Yer planetinin temperaturunu nə tənzimləyir? Nüvə. Okeanlar. Bəxtiyar, bir dəqiqə ərzində 12 sual səsləndirdim. Sənsə düz bu 12 sualın yarısına düz cavab verdin. Yəni 6 sualımıza düz cavab verdin. Pis nəticə deyil, amma daha da yüksək nəticə qazanmaq istəyirsənsə, kitablarına sarılmalısan, kitablara daha çox diqqət eləməlisən. Növbəti iştirakçımız Nəzrin, sən əhvalı necədir? Yaxşı siz. Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Tam dəqiq belə ixtisas seçməmişəm. Hansı qrup hazırlaşırsan? Birinci qrup. Məktəbinizdə laboratoriya işləyirmi? Varmı? Ümumiyyətlə yox. Laboratoriya yoxdur ümumiyyətlə. Və Yox, siz evet. kimya dərsində necə dərs keçirsiniz? Sadəcə müəllim izah eləyir bizə. Nəzəriyyəni keçirsiniz. Təcrübə etmirsiniz. Məktəbdə vəziyyət necədir müəllimlərindən? Normal. Hazırlıqda daha yaxşı dərs keçirlər, yoxsa məktəbdə? Sistem olaraq eyni, sadəcə uşaqların yəni say çoxluğu ilə, yəni müəllimin diqqəti bir nəfər cəmlənməyi ilə çox uşağa cəmlənməyin fərqi var. Hazırsansa başlayaq. İşte, Nəzrin, bir dəqiqə vaxtın getdi. Piriney yarımadası hansı okeanda yerləşir? Atlantik. Düzdür. Dövrətmə tezliyini hansı cihazın köməyi ilə təyin etmək olar? Saniyə ölçən. Düzdür. 1979-cu ilin yanvarında İranda hansı sülalənin hakimiyyətinə son qoyuldu? Pəhləvilər sülaləsi. Ədirnə Fəthi əsərinin müəllifi kimdir? Pas. Cəfər Cabbarlı. İnsanda tənəffüsün qoruyucu reflekslərini tənzimləyən mərkəz hansı beyindədir? Orta beyin. Uzunsov beyində. Hansı üsluba bəzən mətbuat dili də deyilir? Pas. Publistik üslub. 1964-cü ildə Fələstin Azadlıq Təşkilatının başçısı kim idi? Pas. Yasir Ərəfat. Baden-Baden hansı ölkədə yerləşir? Braziliya. Braziliya. Almaniya. İngilis dilində gömrük sözü necə səslənir? Yürüş. Pas. Custom. Yerin inkişafının kütləvi lava püskürmələri ilə səciyyələnən mərhələsini necə adlandırırlar? Pas. Aerası. 17-18-ci əsr Azərbaycan ədəbiyyatında aparıcı janr hansı idi? Romantizm. Romantizm. Qoşma. Nəzrin, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə ikisinə düz cavab verdin. Biraz aşağı nəticədir. Ağıl dəryasında reklamlardır. Reklamlar bitdikdən sonra qaldığımız yerdən davam eləyəcəyik. Bizimlə qalın.
Növbəti iştirakçımız Həmidə xanım, sənin əhvalı necədir? Yaxşıyam, çox sağ olun. Necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Turizm sahəsində ixtisaslı kadr. Bizdə turizmin inkişafı qane eləyirmi səni? Bəli. Niyə qane eləyir? Tərəqqi mərhələsindəyik. Qiymətlər də tərəqqi mərhələsində deyəsən. Kəllə çarxa çıxır. Yoxsa necə? Qismən. Qismən. Hardan gəlmisən oyunumuza? Qubadan. Qubada turistik yerlərdə qiymət necədir? Xəbərin var? Xeyr. Bəs Ağalmanın qiyməti neçədir orada? Ondan da xəbərin Xəbərim yoxdur. yoxdur. Harda oxumaq istəyirsən? Məktəbət Universiteti. Bugün təhsilimizdə nə çatmır səncə? Praktika. Təcrübə çatmır. Sizdə də laboratoriya yoxdur kimya fənni üçün? Məktəb üzrə? Aha. Xeyr, məktəb üzrə yox. Yoxdur. Bəs harda təcrübə keçirsiniz? Təcrübə keçmirik. Ancaq nəzəri öyrənirsiniz. Hazırsansa başlayalım. Həmidə xanım, bir dəqiqə vaxtın getdi. Funksional imkanlarının genişliyinə görə bəzən ədəbi bədii dil də adlandırılan üslub Məşq hansıdır? üslubu. Bədii üslub. İnsanın bütün yetişmiş eritrositlərində təqribən nə qədər cinsiyyət xromozomu var? Yoxdur. 1878-ci il martın 9-da Rusiya ilə hansı dövlət arasında San Stefanoda sülh müqaviləsi imzalandı? Türkiyə. Düzdür. Yer dəyişmənin dəyişmə yeyinliyini xarakterizə edən fiziki qəniyyət hansıdır? Sürət. Mübtədası olmayan, təsəvvür belə edilməyən cümlələr necə adlanır? Düzdür. Rəsul Rıza Qızılgül olmayaydı poemasını kim əsr edib? Mikail Müşviqə. İngilis dilindən tərcümədə citizen nə deməkdir? Vətəndaş. Düzdür. Aalborg hansı ölkənin şəhəridir? Almaniya. Danimarka. 1919-cu ildə Erzurum konfransında yaradılan nümayəndələr komitəsinin rəhbəri kim oldu? Pas. Mustafa Kemal Paşa. Xatirə janrı ədəbiyyatşünaslılıqda başqa cür necə adlanır? Romantizm. Memuar. Maddələrdən hansı nüvə reaktorunda neytronların ən yaxşı yavaşıdılmışıdır? Pas. Qrafit. Həmidə xanım, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə üçünə düz cavab verdin. Birazdan biləcəyik ki, bu 3 düz cavab səni üçüncü tura aparacaq, yoxsa yox. Növbəti iştirakçımız Pərviz, sən əhvalı necədir? Yaxşıyam, sağ olun siz. Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Jurnalist olmaq istəyirəm. Xoşuna gələn jurnalistlər kimlərdir? Rüstəm Əfsərlidən xoşum gəlir, Doktor Ziyadan. Ümumiyyətlə, idman sahəsi jurnalistlərini çox bəyənirəm. İdman üzrə jurnalist olmaq istəyirsən. Hansı klubumuza azarkeşlik eləyirsən? Ümumiyyətlə, Azərbaycanda Neftçi azarkeşiyəm. Çingiz Abdullayev hara? Neftçi futbol klubu hara? Buna münasibəti necədir? Ümumiyyətlə, futbolun əvvəlini, başını, axırını bilmək olmur. Ümumiyyətlə, Azərbaycanda futbol aşağı səviyyədədir. Niyə? Səbəb nədir? Ümumiyyətlə, stadionlar pis vəziyyətdədir. Azarkeşlərin mədəniyyəti aşağı səviyyədədir. Ümumiyyətlə, Bu futbolçunun o iki ayığına təsir eləmir axı. ümumiyyətlə, kluba da təsir eləyir. Kluba təsir edirsə, futbolçuya da təsir edir. Bizdə məhəllə futbolu inkişaf eləməyib. Bizdə futbolçu seçən insanlar küçələrə, məhəllələrə, şəhərlərə, kəndlərə gedib futbolçu axtarmırlar. Ümumiyyətlə, məncə Ona axtarılır. scout deyirlər. Bax, həmin o şəxslər kifayət qədər işləmirlər. Onların bəziləri gedirlər xarici ölkələrdə futbolçu axtarırlar. Amma öz ölkəmizdə kifayət qədər yaxşı, güclü futbol oynayan, tutalım hansısa bir ucqar yerdə yaşayan, sadəcə tanınmayan bir insanlar ola bilər ki, onlar futbolun üçün yararlı şəxs ola bilərlər. Hazırsansa başlayalım. Pərviz, bir dəqiqə vaxtın getdi. Epik növün gözlənilməz nəticə ilə yekunlaşan janr hansıdır? Novella. Düzdür. 1968-69-cu illərdə Çexoslovakiyada baş vermiş etirazlar tarixə hansı adla düşüb? Pas. Praqa baharı. Cisimlərin bir-birinə toxunan səthlərinin sahəsini 2 dəfə artırdıqda sürüşmə-sürtünmə əmsallığı necə dəyişər? 2 dəfə artır. Dəyişməz. Qeyri-cinsi çoxalma zamanı Ulotrix sapını bilavasitə nə əmələ gətirir? Pas. Zoospor. Bunlardan hansı kar samitdir? Q yoxsa P? P. Düzdür. Maqmanın təzyiqlə yer səthinə çıxması ilə bağlı olan proseslər necə adlanır? Püskürmə. Vulkanizm. Vətən keşiyində əsərinin müəllifi kimdir? Pas. Səməd Vurğun. Tripoli şəhəri hansı ölkənin paytaxtıdır? Liviya. Düzdür. İngilis dilində bədən sözü necə səslənir? Body. Düzdür. 1945-ci ildə Krım konfransında Iosif Stalin və Franklin Roosevelt'lə yanaşı daha hansı lider iştirak edirdi? Winston Churchill. Düzdür. Şah İsmail Xətayinin ayrılır rədifli qəzəli hansı bəhərdədir? Həcəv. Həcəv. Rəməl. Pərviz, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə 5-inə düz cavab verdin. Normal nəticə hesab eləmək olar, amma çalış ki, nəticələrini daha da yüksəlt. Növbəti iştirakçımız Həsən, sən əhvalın necədir? Sağ olun, yaxşıyam. Siz necəsiniz? Biz də yaxşıyıq. Səncə qalib ola biləcəksən bugün? Yəni, qalib olmağın üçün nə lazımdır? Oyunda daha az həyəcanlı olmaq. İndi həyəcanlısan yoxsa? Yox, çox yox. Soyuqqanlısan? Çox da soyuqqanlı deyiləm. Bəs məktəbiniz necə? Yaxşı, İstiqanlıdır yoxsa soyuqqanlı? istidir.
İstir məktəbini, istəmiş deyir. Bəli. Bu sevindirici haldır. Neçə olmaq istəyirsən? ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə hazırlaşıram. Hazırsansa başlayaq. Həsən, bir dəqiqə vaxtın getdi. Sasani dövləti neçənci ildə süqut edib? 605. 651-ci ildə. Üfüqün neçə əsas cəhəti var? 4. Düzdür. Dəmirdən hazırlanmış əşyanın kütləsini 2 dəfə azaltdıqda dəmirin xüsusi ərimə istiliyi necə dəyişir? Dəyişməz. Düzdür. Cəbhə gündəlikləri əsərinin müəllifi kimdir? Hişam Müşfiq. İsmail Şıxlı. Diafraqma bu heyvan sinifinin hamısı üçün səciyyəvidir. Orunqanlar. Məməlilər. Azərbaycan sözündə neçə sayət səs var? 4. Düzdür. Qədim Romada azad əhalinin yoxsul təbəqəsi necə adlanırdı? Plebeylər. Düzdür. İngilis dilində beynəlxalq sözü necə səslənir? International. Düzdür. Düşənbə hansı ölkənin şəhəridir? İraq. Tacikistan. Bunlardan hansı bakteriya növüdür? Echinokok yoxsa bağırsaq çöpü? Bağırsaq çöpü. Düzdür. Kimyada atomlar hansı əlifbanın hərfləri ilə işarə olunur? Yunan. Latın. Hansı monarxiyada siyasi hakimiyyət din xadimlərinə məxsus olur? Pas. Teokratik monarxiyada. Həsən, bir dəqiqə ərzində 12 sual səsləndirdim. Sənsə 6-sına düz cavab verdin. Bunu normal nəticə hesab eləmək olar. Birazdan biləcəyik ki, 3-cü tura keçirsən, yoxsa yox. 2-ci turun yekun nəticələri belədir. Bəxtiyar və Həsən, sizin hərənizin 6 xalı var. 1-ci, 2-ci yeri bölüşdürürsünüz. Artıq 3-cü turdasınız. Sizi təbrik eləyirəm. Pərviz 5 xalla 3-cüsən. Sən də artıq 3-cü turdasan. Səni də təbrik eləyirəm. Ramin 4 xalla 4-cüsən. Həmidə xanım 3 xalla 5-cisən. Nəzrin 2 xalla çox təəssüf ki, sonuncusan. Hər birinizin böyük maraq və səbirsizliklə gözlədiyi və ən əsası qalibimizi təyin eləyəcəyimiz 3-cü tura başlayırıq. Bu turda iştirakçılarımızın dünya görüşünü, informasiya bolluğunu və məntiqini yoxlayacağıq. Bəxtiyar, Həsən, Pərviz, artıq 3-cü turdasınız. 3-cü tura keçməniz münasibətilə sizi təbrik edirəm. Bu alqışlar da sizin üçündür. 3-cü turun qaydaları belədir. 3-cü turumuzda 4 kateqoriya var. Hər kateqoriyadan hərənizə bir sual səsləndirəcəm. Sizə səsləndirdiyim suala düz cavab verdiyiniz halda hesabınıza 2 xal yazılacaq. Öz sualınıza pas deyə bilərsiniz, səhv cavab verə bilərsiniz. Buna görə hesabınızdan xal çıxılmayacaq. Əgər oyuncu yoldaşınız öz sualına pas deyərsə, səhv cavab verərsə və siz oyuncu yoldaşınızın sualına düz cavab verdiyiniz təqdirdə hesabınıza 3 xal yazılacaq. Əgər hesabınızda xal varsa və oyuncu yoldaşınızın da sualına səhv cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. 3-cü turda dünya görüşünüzü, informasiya bolluğunuzu, məntiqinizi və eyni zamanda yenə savadınızı yoxlayacağıq. Sadəcə cavab verib verməməyə tələsməyin, təmkinlə fikirləşin. Çünki xal itirə bilərsiniz və eyni zamanda da xal qazana bilərsiniz. Riskli turdur 3-cü turumuz. Beləliklə 3-cü turun 1-ci kateqoriyası Allah bərəkət versin adlanır. Allah bərəkət versin kateqoriyasının 1-ci sualı Bəxtiyar sənə səslənir, sual belədir. Bu əskinazımız 127 mm uzunluqda, 70 mm enlikdə olan ağ kağızda çap olunub. Üst tərəfində ədəbi simalar, qədim kitablar, himnimizdən parça var. Əskinazın arxa tərəfində isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib. Qobustan qaya hieroqliflərini də müşahidə edə biləcəyimiz həmin əskinaz hansıdır? Qaval daşı. Söhbət pul əskinazından gedirdi və çox təəssüf ki, artıq səhv cavab verdin. Buyur Həsən. 5 manatlıq əskinaz. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 3 xal yazırdın və oyuna əla başladın. Allah bərəkət versin kateqoriyasının 2-ci sualı Həsən sənə səslənir. Sual belədir. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi pulu necə adlanırdı? Manat. Səhv cavabdır. Buyur Pərviz. Pas. Buyur Bəxtiyar. Bakı bonu. Tamamilə doğrudur. Həsəndən necə deyərlər, qisasını aldın və hesabına 3 xal yazdırdın. Allah bərəkət versin kateqoriyasının son sualı Pərviz sənə səslənir, sual belədir. Təxminən 20-ci əsrin sonlarına kimi Azərbaycanda 20 qəpik xalq arasında necə adlanırdı? Abbası. Neçə Abbası? 1 Abbası. Tamamilə doğrudur. Hesabına 2 xal yazdırdın. Allah bərəkət versin kateqoriyasından sonra nəticələriniz belədir. Pərviz 2 xalın var, Bəxtiyar və Həsən hərənizin 3 xalı var. 1-ci, 2-ci yeri bölüşdürürsünüz. 2-ci kateqoriyamız
Nazirlər Kabineti adlanır. Nazirlər Kabineti kateqoriyasının birinci sualı Bəxtiyar sənə səslənir, sual belədir. Azərbaycan Xalq Cümhuriyyətində Fətəli xan Xoyskinin başçılığı ilə müvəqqəti hökumətin tərkibi təsdiqləndi. Bəs həmin hökumətdə Xarici İşlər Naziri kim oldu? Məhəmməd Həsən Hacıski. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Nazirlər Kabineti kateqoriyasının ikinci sualı Həsən, sənə səslənir, sual belədir. Bu şəxs Murtuza Məmmədovun oğludur. 1988-ci ildə Azərbaycan SSR-nin Mədəniyyət Naziri vəzifəsinə təyin olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da öz vəzifəsində 2006-cı ilə qədər qalıb. Söhbət kimdən gedir? Pas. Buyur Pərviz. Pas. Buyur Bəxtiyar. Pas. Çox asan sual idi. Çox təəssüf ki, biraz məntiqli yanaşmadınız, tələsdiniz. Söhbət Polad Bülbüloğlu'dan gedirdi. Əvəz olunmaz musiqiçimiz, hətta onun aktyorluq sahəsində də əməyi böyükdür. Təəssüf ki, Polad Bülbüloğlu'nun adını demədiniz. Nazirlər Kabineti kateqoriyasının son sualı Pərviz sənə səslənir, sual belədir. 1991-ci il 20 noyabrda Qarakənd səmasında erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində həlak olan Məhəmməd Əsədov o vaxt Azərbaycanda hansı vəzifəni icra edirdi? Pas. Buyur Bəxtiyar. Pas. Buyur Həsən. Pas. O, Daxili İşlər Naziri idi. Çox təəssüf ki, düz cavab verə bilmədiniz. Və nəticələriniz belədir. Pərviz 2 xalın var, Həsən 3 xalın var, Bəxtiyar 5 xalla, hələlik birincisən. Üçüncü kateqoriyamız Dünya, Dünya adlanır. Dünya, Dünya kateqoriyasının birinci sualı Bəxtiyar sənə səslənir, sual belədir. Sonradan kəşf olunduğuna görə coğrafiyaşünaslar Cənubi və Şimali Amerika materiklərini necə adlandırırlar? Şimali Amerika. Cavab variantın varmı Bəxtiyar? Latin Amerikaları. Səhv cavabdır. Buyur Həsən. Yeni dünya. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 3 xal yazdırdım. Dünya, Dünya kateqoriyasının ikinci sualı Həsən, sənə səslənir, sual belədir. Gərək ya düşməyəydi bu görüş heç araya, ya o əvvəl gələydi, nöqtələr. Nəriman Həsənzadənin Nərdivan şeirinin son misrası necədir? Mənimlə bir araya. Səhv cavabdır. Buyur Pərviz. Pas. Buyur Bəxtiyar. Pas. Çox təəssüf ki, biriniz buna düz cavab verə bilmədiniz. Gərək ya düşməyəydi bu görüş heç araya, ya o əvvəl gələydi, ya mən sonra dünyaya. Bax, son misra belə olmalıydı. Dünya, Dünya kateqoriyasının son sualı Pərviz sənə səslənir, sual belədir. Məmməd Arazın sözlərinə yazılan bu mahnıda ifaçı dünyanı dəvəyə bənzədir. Bundan başqa, sevgilisi ilə yaşadıkları taleyi Nərd oyununda atılan zərlərlə müqayisə edir. Müəllif sonda obyektiv reallığın heç kimə məxsus olmadığı qənaətinə gəlir. Söhbət hansı mahnıdan gedir? Pas. Buyur Bəxtiyar. Pas. Buyur Həsən. Pas. Sualımızın düzgün cavab variantı Dünya sənin, dünya mənim olacaqdı. Yəni, söhbət Dünya sənin, dünya mənim mahnısından gedirdi. Ustad şairimiz, dəyərli şairimiz Məmməd Arazın sözlərinə bəstələnən bu mahnının ifaçısı və bəstəkarı Niyaməddin Musayev idi və biz elə onun ifasında da bu mahnıdan bir parçanı dinlədik. Dünya, Dünya kateqoriyasından sonra nəticələriniz belədir. Pərviz 2 xalın var, Bəxtiyar 5 xalın var, Həsən 6 xalla hələlik birincisən. Son kateqoriyamız Allah rəhmət eləsin adlanır. Allah rəhmət eləsin kateqoriyasının birinci sualı Bəxtiyar sənə səslənir, sual belədir. Nobel mükafatçısı olan bu Amerikalı yazıcı 2 dəfə intihara cəhd etsə də yaxınları buna imkan verməyib. Bundan sonra psixiatriya xəstəxanasında müalicə alan yazıcının gözünə Federal Təhqiqat Bürosunun əməkdaşları görünür. Müalicəsini bitirdikdən sonra evə göndərilir. Amma bir neçə gün sonra ov tüfəngi ilə özünü öldürür. Söhbət kimdən gedir? Pas. Buyur Həsən. Pas. Buyur Pərviz. Pas. Söhbət Ernest Hemingway'dən gedirdi. Çox təəssüf ki, heç biriniz bu suala cavab verə bilmədiniz. Allah rəhmət eləsin kateqoriyasının ikinci sualı Həsən sənə səslənir, sual belədir. Bu məşhur rəssam Hollanddır. Həyatındakı psixoloji problemləri yaratdığı kartof yeyənlər portretində təzahür edir. O, aşıq olduğu qadına görə qulağını kəsib. 1890-cı ildə özünə suyu qəsd edən və son nəfəsində qardaşına
Qəm daim davam edəcək deyən həmin rəssam kimdir? Voltaire. Voltaire. Səhv cavabdır. Buyur Pərviz. Pas. Buyur Bəxtiyar. Pas. Söhbət Vincent van Gogh'dan gedirdi. Çox asan sual idi, amma heç biriniz düz cavab verə bilmədiniz. Sənin də Həsən Voltaire cavabına təəccübləndim. Dedim bəlkə yazısı olan. Allah rəhmət eləsin kateqoriyasının son sualı Pərviz sənə səslənir. Sual belədir. Bu rus şairi cəmi 30 il yaşayıb. 1924-25-ci illərdə bir müddət Bakıda da olub. Bakıya olan sevgisini Əlvida Bakı şeirində göstərib. 1925-ci il dekabrın 27-sindən 28-nə keçən gecə Leningradın Angleter otelində özünü asaraq intihar edən bu şair kimdir? Pas. Buyur Bəxtiyar. Pushkin. Səhv cavabdır və hesabından bir xal çıxıldı. Buyur Həsən. Pas. Çox asan sual idi. Çox asan sual idi. Əlvida Lermontov. Bakı şeirinə görə bu şairin adını tapmalıydı. Söhbət Sergey Yeseninlə gedirdi. Üçüncü turun yekun nəticələri belədir. Pərviz 2 xalla. Üçüncüsən. Bəxtiyar 4 xalla. İkincisən. Həsən 6 xalla. 7-ci mövsümün 13-cü oyununun qalibisən. Səni, müəllimlərini, valideynlərini, dostlarını və sənin elə özünü təbrik edirəm ki, bu cür ağıllı, savadlı gəncsən. Bəxtiyar və Pərviz sizə üzülməyin. Yaxşı mübarizə apardınız. 3-cü tura qədər gəldiniz, amma bu dəfə alınmadı. İnformasiya bolluğunuzu artırın, dünya görüşü və məntiqinizi daha çox çalışdırın ki, növbəti dəfə nəticəniz yüksək olsun. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 13-cü oyununun sonuna gəldik çatdıq. Əziz 11-cilər, əgər siz də Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin prodüseri Nazim Xəliloğlu ilə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz. Aynəsə, aynəsinin özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanırsınız. Nəzərinizə çatdırmalıyam ki, Ağıl Dəryası yalnız 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan intellektual teleşoudur və tədris ilinin sonunda yarım final və final oyunlarımız olacaq. Final oyununda qalib gələn iştirakçımızı isə sürpriz hədiyyəmiz gözləyir. Bu həftə isə məndən bu qədər harda olmağınızdan asılı olmayaraq özünüzdən, kitablarınızdan, ən əsası ağlınızdan müğayət olun. Hələlik.